Salam dəyərli izləyicilərim, əziz kanalımızın abunəçiləri, növbəti bir mənzildə hamınızı salamlayırıq. Bugün Yasamal rayonu Yeni Yasamal qəsəbəsinin ən gözəl yerində, ən sakit yerlərindən birində keyfiyyətli bir binada qanuni 3 otaq 115 kvadrat, kupçalı, yeni təmirdən çıxmış bir mənzildəyik. Hal-hazırda mənzilimizin qonaq otağındayıq və mənzil gün düşən, yel çəkər, tam yel çəkər bir mənzildir. Baxın, belə bir geniş qonaq otağı var. Lazım olan əşyalarınızı falan rahatlıqla yerləşdirə biləcəyiniz səviyyədədir. Mənzildə qaz döşək təminatı fasiləsizdir, sənəd, kupça çıxarışdır. Tam yel çəkərdir. Baxın, tam otel, baxın, binanın digər hissəsi və bu hissəsinə yel çəkərliyi var. Skvaznoy bir mənzildir. Qonaq otağı yenidən sizlərə təqdim edirəm. Baxın, belə bir qonaq otağı var. Kvadrat ölçülü, dar, uzun deyil. Burada mənzilimizin giriş qapısı yerləşir. Giriş qapıdan mənzilə daxil olduq. Sol hissədə belə elektrik açarları düzülüb. Hamısı, bütün otaqların açarları ayrı-ayrılıqdadır. Tam keyfiyyətlə təmir olmuş bir mənzil. Döşəmə parketdir. Otaqlar ayrı-ayrılıqdadır. Burada mənzilin qonaq otağı, bu hissələrdə mənzilin yataq otaqları, sanitar qoşağı və mənzilin mətbəx hissəsi. Sol hissədən gördüyünüz kimi qonaq otağını sizlərə təqdim elədim. Burada sağ hissədə mənzilin birinci yataq otağı yerləşir. Baxın, belə bir yataq otağı var və yataq otağından eyvana çıxış hissə mövcuddur. Yataq otağı plastik pəncərə ilə bağlanıb. İstilik sistemi kombidir. Bina daş binadır. Mənzil orta evdir. Blokda cəmi, girişdə cəmi 2 mənzil var. Yəni əlavə sizdən əlavə bir qonşu var. Birinci yataq otağında sizlərə göstərdik. Burada isə mənzilin mətbəx hissəsi yerləşir. Səhər gün çıxanda və axşam gün batanda evə gün düşür. Hal-hazırda axşam üstüdür, yəni gün batana doğrudur. Mətbəxdən də eyvana çıxış var və bu eyvan açıqdır. Ev sahibi bütün işlərə görə bir dənə mətbəx mebeli qalıb. Onu da istəsəniz öz zövqünüzə uyğun düzəltdirə bilərsiniz. İndi isə keçək mənzilin sanitar qovşaqlarını və digər yataq otağını sizlərə göstərib, sonra mənzil haqqında ümumi məlumatı və qiyməti qeyd edəcəm. Burada mənzilin tualet hissəsi yerləşir. Hamam tualet ayrı-ayrılıqdadır. Burada isə hamam hissə yerləşir. Baxın, bu şəkildə. Burada isə mənzilin ikinci yataq otağı yerləşir. Uşaq yataq otağı. Baxın, bu yataq otağı da bu şəkildədir. Bütün otaqlarda döşəmə parketdən istifadə olunub. Mənzilin qarşısı açıqdır. Qarşısını heç bir maneə kəsmir. Şəhərə gözəl mənzərəsi mövcuddur. Yataq otağını sizlərə təqdim edirəm. İndi isə keçək mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Xahiş olunur, məlumatdan öncə kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Dadaş Bünyazada küçəsində, Rahat Marketin arxasında Vital Klinikasının yaxınlığında yeni tikili 12 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir. Mansard deyil, binanın üstündə mansarı var. Lift qalxır, qazı, suyu, işığı, kupçası var. Qeydiyyatda heç kim yoxdur. Birbaşa alqı-satqı edib, alqı-satqı günü də mənzilin asarlarını təhvil ala bilərsiniz. Mənzil haqqında bu qədər. Növbət çəkilişdə və mənzildə görüşənədək Allah alana və satana xeyir versin. Buyurun, sağ olun. Növbət çəkilişdə görüşənədək.